Tərtər rayonunda 1968-ci il təvəllüdlü Muğan Həsənzadə oğlu Emini qətlə yetirməkdə təqsirli bilinib. Qətl hadisəsi bu ilin martın 14-də rayonun Kəngərli kəndində baş verib. Muğan həmin gün saat 10:30-da yaşadığı evin həyətində 1991-ci il təvəllüdlü oğlu Emin ilə birlikdə Ural markalı avtomobilin texnikasının mühərrikini təmir edərkən oraya qardaşı gəlib. Bu zaman gələn Muğanın qardaşı hər dəfə maddi yardım edərək əlindən gələn köməkliyi etməsinə baxmayaraq ona məxsus bağ sahəsindən Eminin ağacları oğurlayaraq satdığını bildirib. Daha sonra Muğan uzun müddətdir tüfeyli həyat tərzi keçirən və ailəyə qarşı etinadsız olmasına görə mütəmadi olaraq tənbih etməsinə baxmayaraq müsbət nəticə çıxarmayan oğlunu öz əmisinin bağ sahəsindən oğurluq etdiyinə görə bir daha irad bildirib. Bu vaxt oğlunun ona etinadsız yanaşaraq saymazyana şəkildə mübahisə və təhqir edərək əlləri ilə fiziki güc tətbiq edib xəsarət yetirməyə çalışmasını görüb. Ata oğlunun bu hərəkətlərinə qarşılıq olaraq özündən yaranmış qəzəb hissini büruzə verib və avtomobilin təmiri zamanı istifadə etdiyi bıçaqla ona zərbələr vurub. Emin Həsənzadə aldığı zərbələrdən ölüb. Hadisəni törədən Həsənzadənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Həsənzadə ona elan olunmuş ittiham üzrə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilməyib. O əməlini Cinayət Məcəlləsinin 124-cü ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə təqsirli bilib. Həsənzadənin ifadəsində göstərib ki, Tərtər rayonu Kəngərli kəndində anadan olub, 1-ci Qarabağ müharibəsinin veteranıdır. 1996-cı il tarixdən yük maşınının motorlarının təmiri ilə məşğul olub. 2025-ci ilin mart ayının 14-də gecə mərhum oğlum Emin qorxusundan gec gəldiyi üçün evə pəncərədən daxil oldu. Mərhumun gündəlik həyat tərzi ilə bağlı çoxlu borcları yığılıb. Mən mərhumun xərclərinə pul çatdıra bilməmişəm. Borc sahibləri hər gün məndən oğlumun aldığı borcların qaytarılmasını istədi. Hadisə baş verən günü səhər yoldaşıma marketə gedərək gündəlik ərzaq məhsulları alıb qayıdacağını dedim. Həmin vaxt mərhum oğlum Eminin yatağında olduğunu gördüm. Evə qayıdarkən artıq mərhum oğlumun əlində kürək ilə marketin yanında olduğunu gördüm. Oğlumun avtomobilimə əyləşdirərək özüm ilə evə gətirdim. Həmçinin mənə məlum oldu ki, mərhum Emin Həsənzadə həmin kürək ilə əmisinin bağından oğurluq edib və evə gec gəlməsinin səbəbi də məhz onunla bağlı olub. Mərhum oğurluğu ağacların bir qismini çay evinə satıb, hətta həmin yerə özü əkib, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, evə gəldikdən sonra mərhum oğluna yeməyini bitirərək ona kömək etməsini, işin tez bitməsinin vacib olduğunu deyib. Emin yeməyini yedikdən sonra yanıma gəldi. Biz birlikdə işə başladıq. Mən bütün diqqətimi işə cəlb etdiyim üçün mərhumun yanımdan getdiyindən fərqində olmamışam. Bir müddət sonra başımı qaldırdıqda mərhumu görmədim. Artıq Eminin getdiyini başa düşdüm. Sonradan mərhumun maşının arxa tərəfində siqaret çəkdiyini gördüm. Onu yanıma çağırarkən məni nalayiq söyüşlərlə təhqir etdi. Həmin vaxt əlimi yaralamamaq üçün parçaya bükdüyüm bıçaqla oğluma tərəf getdim. Oğlum məni yenidən nalayiq söyüşlərlə təhqir edərək yumruq zərbəsi endirməyə çalışdı. Sonra isə buralardan çıxaraq gedəcəyini bildirdi, deyə o ifadəsində göstərib. Qatil atanın ifadəsinə görə, həmçinin mərhum oğlu Emin narkotik vasitə istifadəçisi olub.
Mərhum mənə yumruq zərbəsi endirdikdən sonra aramızda əlbəyaxa dava başladı və oğlumun mənə yumruq atmaq istədiyini gördüm, onun qolunu havada tutdum. Daha sonra mərhum əlimi aşağı doğru gətirərkən əlimdəki bıçaq onun sinə nahiyəsinə girdi. Mərhum bıçaq zərbəsindən sonra bir-iki addım arxaya gedərək dəmir qoşqunun yanında yerdə oturdu. Daha sonra qardaşlarımı yanıma çağıraraq köməkli şəkildə mərhumu eyvandakı yatağa apardım və xəsarətin ciddi olmadığını düşündüm. Buna görə də ilkin tibbi yardım göstərsək də sonradan mərhumun vəziyyətinin yaxşılaşmadığını gördük. Öz maşını ilə onu xəstəxanaya çatdırdıq. Xəstəxanaya çatdıqda mərhuma tibbi yardım göstərilməsinə baxmayaraq həyatını xilas etmək mümkün olmadı. Oğlum orada vəfat etdi. Mən oğlumun öldüyünü öyrəndikdən dərhal sonra polis şöbəsinə getdim və könüllü olaraq təslim oldum deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Həsənzadə 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.